Təsəvvür edin, bir gün adi bir otaqda gəzirsiniz, bir addım atırsınız və qəfil yer ayağınızın altından yox olur. Gözünüzü açanda isə özünüzü sonsuz görünən, sarı divarlarla əhatə olunmuş boş otaqlarda tapırsınız. Burada nə pəncərə var, nə çıxış qapısı, nə də sizdən başqa bir insan. Yalnız tavandakı köhnə floresan lampaların bitmək bilməyən uğultusu. İnternetdə bu yer Backrooms adlanır. Bəs bu qorxulu məkan hardan yarandı? Niyə milyonlarla insan bu hekayəyə inanmağa başladı? Və ən əsası, ilk Backrooms şəkili harda çəkilib? Bugün bütün bunları araşdıracağıq. Backrooms hekayəsinin başlanğıcı cəmi bir şəkil idi. 2019-cu ilin may ayında anonim bir istifadəçi internet forumu olan 4chan-də qəribə görünən bir şəkil paylaşdı. Şəkildə sarı divarlar, boş otaqlar və heç yerə aparmayan dəhlizlər görünürdü. Şəkilin altında isə cəmi bir neçə cümlə yazılmışdı. Əgər reallıqdan təsadüfən çıxıb başqa dünyaya düşsən, özünü Backrooms'da tapacaqsan. Bu qısa mətn internet tarixinin ən məşhur qorxu əfsanələrindən birinin başlanğıcı oldu. Backrooms anlayışının ən maraqlı hissəsi no clip sözüdür. Bu termin video oyunlarından gəlir. Bəzi oyunlarda proqram xətası səbəbindən personaj divarın içindən keçə bilir. Buna no clipping deyilir. Backrooms hekayəsinə görə isə insan təsadüfən reallığın sərhədlərindən çıxaraq başqa bir reallığa düşür və geri qayıda bilmir. Bəs niyə insanlar bu şəkildən bu qədər qorxdu? Cavab, liminal məkan anlayışındadır. Bunlar normalda insanların olduğu məkanlardır, amma həmin məkanlar tamamilə boş olur. Məsələn, boş məktəb, boş ticarət mərkəzi, boş xəstəxana, boş otel dəhlizi. İnsan beyni belə yerləri tanış hesab edir, amma orada heç kimin olmaması narahatlıq hissi yaradır. Psixoloqlar bunu qəribə tanışlıq hissi adlandırırlar. Məhz buna görə Backrooms şəkili milyonlarla insanda narahatlıq yaratdı. 2022-ci ildə cəmi 16 yaşlı bir gənc YouTube-da qısa film yüklədi. Filmin adı sadəcə Backrooms idi. Videoda operator təsadüfən başqa ölçüyə düşürdü. Kamera isə hər şeyi found footage üslubunda çəkirdi. Video qısa müddətdə milyonlarla baxış topladı. Sonra isə davamı gəldi. Bugün Kane Pixels'ın hazırladığı Backrooms seriyası internet tarixinin ən uğurlu qorxu layihələrindən biri hesab olunur. İllərlə heç kim ilk Backrooms şəklinin harda çəkildiyini bilmirdi. İnternetdə minlərlə fərziyyə ortaya çıxdı. Kimisi bunun tərk edilmiş xəstəxana olduğunu deyirdi. Kimisi gizli laboratoriya olduğunu iddia edirdi. Lakin internet araşdırmaçıları uzun müddət apardıqları araşdırmalardan sonra həmin məkanın Amerika Birləşmiş Ştatlarında yerləşən adi bir ofis binasının interyeri olduğunu müəyyən etdilər. Bu fakt göstərdi ki, qorxu bəzən fövqəltəbii hadisələrdən deyil, tamamilə adi görünən yerlərdən də yarana bilər. Bu günə qədər Backrooms'un real olduğuna dair heç bir sübut yoxdur. Bu, internet istifadəçilərinin birlikdə yaratdığı uydurma bir qorxu kainatıdır. Ancaq maraqlısı budur ki, minlərlə insan internetdə Backrooms'a bənzər məkanların şəkillərini paylaşmağa davam edir. Yeni səviyyələr, yeni hekayələr, yeni məxluqlar. Beləliklə, sadə bir şəkil zamanla nəhəng internet mifologiyasına çevrildi. Backrooms bizə bir şeyi göstərdi. İnsan bəzən qaranlıqdan yox, boşluqdan qorxur, səssizlikdən qorxur, çıxışı olmayan yerlərdən qorxur və bəlkə də ən qorxulusu, heç vaxt o yerdən çıxa bilməyəcəyini düşünməkdir. Bəs siz necə düşünürsünüz?